Salam, hər vaxtınız xeyir olsun. Sizinlə bir pasiyentin bölüşmək istəyirəm. Arxa fonda gördüyünüz xanım akne ilə bizə müraciət etmişdir. 6-7 aylıq müalicə nəticəsində akneni sağaltdıq. Ancaq gördüyünüz kimi akneden sonra hipertrofik çapıqlar, ləkə və dəri görüntüsündə bir yaşlanma kimi izlər qaldı. IPL lazer etdik. Növbəti prosedurumuz isə fotona lazerlə traksion cilalanma prosedurudur. Bu proseduru 3 mərhələdə həyata keçirdik. Öncə çıxıntı kimi gördüyümüz hipertrofik çapıqları R11 başlığı ilə hamarladıq. Sonra isə bildiyimiz cilalanma prosedurunu 2 dəfə edərək xanımın həm ləkə, hiperpigmentasiya problemini, həm də akneden sonra qalan çapıqlarını hamarladı. Bu prosedurun bərpa müddəti 5-7 gündür. Pasiyentin problemindən asılı olaraq 2-3 dəfə icra oluna bilər. Arkada gördüyümüz xanımın əgər biz prosedurlarını 2 və ya 3 dəfə edə bilsək, bu şans bizdə olsa xanımın kürəyi tamamilə normal, sağlam hala gəlib çatar.